Salam. Bu gün sizə Azərbaycan Respublikasının tektonik zonaları, geoloji quruluşu və faydalı qazıntılarından danışacağam. Demək, Azərbaycan Mezozoik sonunda Ərəbistan litosfer tavası şimala doğru hərəkət edir və Şərqi Avropa litosfer tavası ilə toqquşmuşdur və bunun nəticəsində Kaynozoy erasının əvvəlində Böyük və Kiçik Qafqaz dağları əmələ gəlmişdir. Kaynozoyun sonunda isə artıq Azərbaycanın müasir forması, yəni ölkəmizin indiki vəziyyəti ortaya çıxmışdır. Böyük və Kiçik Qafqazlarının yaranmasını Kaynozoyun əvvəli götürürük. Azərbaycanın müasir vəziyyətini Kaynozoyun sonu götürürük. Daha sonra Azərbaycan Alp-Himalay geosinkronunda yerləşir. Yəni tektonik cəhətdən aktiv ərazilərə aiddir. Tektonik qırılmalar müşahidə olunur. Azərbaycan 5 tektonik zonaya ayrılır. Bunlardan birincisi Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür çökməsi, Kiçik Qafqaz qalxması və Ön Araz əyilməsini götürürük. Gəlin indi baxaq görək Ön Qafqaz çökməsinə hansı ərazilərimiz aiddir. Ön Qafqaz çökməsinə Samur Dəvəçi ovalığı, Şollar düzü və Qusar Mari düzənliyinin bir hissəsi aiddir. Böyük Qafqaz qalxmasına isə Yan silsilə, Baş Qafqaz silsiləsi, Qovdağ, Niyaldağ, Ləngəbiz, Abşeron xırda təpəliyi, Qobustan alçaq dağlığı, Ələt dirəsi, Qusar Mari düzənliyinin bir hissəsi, Yaşma düzü aiddir. Kür çökməsinə isə Ceyrançöl, Acınohur, Bozdağ, Qarayazı düzü, Gəncə Qazaq düzləri, Qarabağ düzü, Hərami düzü, Hərami, Gəyən, İncə düzləri, Muğan, Mil düzü, Şirvan düzü, Cənubi-Şərqi Şirvan düzü, Qanaq Əyriçay aiddir və Lənkəran ovalığı bu hissə aiddir. Daha sonra Kiçik Qafqaz qalxmasına gəlin baxaq. Kiçik Qafqaz qalxmasına isə Şahdağ, Şərqi Göyçə, Qarabağ, Murov dağları, Qarabağ dağları, Qarabağ vulkanik yaylası, Dərələyə, Zəngəzur, Talış dağları, yəni Peştəsər Burovar silsilələri aiddir. Daha sonra Gürüstan, Yaycı, Ordubad düzləri aiddir və Yazı yaylası bura aiddir. Daha sonra Orta Araz əyilməsi. Orta Araz əyilməsinə isə Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzləri aiddir. Tektonik zonalar bir-birindən tektonik sınmalar vasitəsilə ayrılır və bu sınmalar boyunca da tektonik sınma zonaları keçir. Bu da ərazimiz bizim tektonik sınmalar zonasında güclü zəlzələlərə məruz qalır. Demək ki, Azərbaycanda 10 bala qədər zəlzələ zonaları mövcuddur. Zəlzələ zonalarımız əsasən 7-8 ballıq zəlzələ zonaları olaraq ayrılır. Ondan sonra 7 ballıq, 6, 7, 8, 9 bal gücündə zəlzələ olaraq ayırırıq. Gəlin baxaq 7 ballıq zəlzələlərə. 7 ballıq zəlzələlər əsasən Kür Araz ovalığında, Abşeron Qobustanda, Qusar Mari düzənliyində, Talış dağlarında və Lənkəran ovalığında rast gəlinir. 6-7 ballıq isə İsmayılıda, Ağdaşda, İsmayılı və Ağdaşda, daha sonra Abşeronda və Zaqatalada. Abşeronda və Zaqatalada 6-7 ballıq zəlzələ zonalarına rast gəlinir. 8-9 ballıq zəlzələlər isə Böyük Qafqazın cənubunda yerləşən Şamaxıda, daha sonra Kiçik Qafqazın şimal-şərq hissələrinə, yəni Gəncə ətrafına belə deyim, düşür. Bundan sonra mərkəzinə, Gəncəyə, Naxçıvanın Qapçıq zirvəsinə düşür. Bu ərazilərimiz zəlzələ zonaları, aktiv zəlzələ zonaları hesab olunur. Bundan əlavə, Azərbaycanın 2012-ci ildə may ayının 7-sində Zaqatalada 6,5 bal gücündə zəlzələ baş vermişdi və müəyyən dağıntılara səbəb olmuşdur. Ümumiyyətcə, gəlin burada sizə bir sual da verim, təkrar kimi yadımızda da qalsın. Uşaqlar, nə üçün Yaponiyada zəlzələ zamanı itki və ya dağıntı az, Türkiyə kimi və yaxud da ki, başqa ölkələr kimi zəlzələ dağıntıları çox olur? Bunun səbəbini bir neçə saniyə özünüzə verin, fikirləşin. Bəli, düz fikirləşdiniz. Yaponiyada evləri şarnir dayaqlar üzərinə tikirlər.
Türkiyə kimi ölkələr isə bünövrə üzərinə tikirlər və bundan əlavə tikinti materiallarının da keyfiyyəti önəmlidir. Demək ki, geosinkral ərazilərimizdə, tektonik proseslərin aktiv olduğu ərazilərdə yerləşən ölkələrdə evlər, binalar şarın üzərində tikilməlidir. Ən doğru qayda budur. Bundan əlavə, tektonik sınmalar boyunca yer səthində termal sular və mineral bulaqlar çıxır. Və indi irəlidə birazdan bunların hamısını bir-bir deyəcəm sizə. İndi gəlin danışaq Azərbaycanın geoloji quruluşundan. Azərbaycanın geoloji quruluşu olduqca mürəkkəbdir, dağlıq və düzənliklərdən ibarətdir. Respublikamızın 60%-ni dağlıq, 40%-ni düzənlik ərazilər tutur. Demək, bizim ölkəmizdə Paleozoun əvvəlindən müasir Kaynozoy eralarının bütün dövrlərinə qədər inkişaf eləmişdir. Yəni hamısına Azərbaycan ərazisində rast gəlinir. Ən qədim süxurlar da Paleozoy erasına məxsusdur. 400-450 milyon il əvvəl yaranmışdır. Naxçıvanda Dərələyəz silsiləsində, Sədərək qalxmasında, sonra Tovuzda, Əsrikçay hövzəsində və Zəyəmçay hövzəsində yayılmışdır. Mezozoy erasının çökmə süxurları isə 130-150 milyon il əvvəl Böyük və Kiçik Qafqazda yüksək dağlıq hissələrdə Yura deyirik. Baxın, yüksək Yura. Orta alçaq dağlıqda isə təbaşiri deyirik. Daha sonra bir də Trias Yura təbaşiridir yadınızdadsa. Trias dövrünün çöküntülərinə də Dərələyəz silsiləsində rast gəlinir. Demək, Yura yuxarıda, təbaşiri orta və alçaq dağlıqda götürürük. İndi isə Kaynozoyun süxurlarından danışaq. Demək, Kaynozoy erası ərazimizin 5/4 hissəsini əhatə eləyir. 3-cü və 4-cü dövrün süxurları olaraq bölünür. Demək, Respublikamızın çox hissəsində 4-cü dövrün süxurlarına rast gəlinir. Əsasən vaxtilə dəniz suları altında qalmış bütün ovalıq ərazilərimizdə 4-cü dövrün süxurlarına rast gəlinir. Nümunə olaraq Kür-Araz ovalığı, Kür-Araz ovalığı, Gəncə-Qazax düzü, Lənkəran ovalığı, Samur Dəvəçi ovalığı, Arazboy düzənlikləri götürürük. Qanlıqəyir çayı, Samur Dəvəçini götürürük ki, bu ərazilərimiz 4-cü dövr süxurları ilə zəngindir. Bundan başqa 3-cü dövr zəngin olan ərazilərimiz isə alçaq dağlıq və dağətəyi ərazilər götürürük. Daha sonra demək, belə dedikdə isə Abşeron Qobustan, Ceyrançal Acınahor alçaq dağlığı, Böyük Qafqazın şimal-şərq yamacı neogendir. Bundan başqa uşaqlar, təbii ki, Kaynozoy erası paleogen, neogen, antropogen olaraq 3 yerə bölünürdü. Bəs deyə bilərsiniz ki, paleogen çöküntüləri yoxdurmu? Paleogen çöküntüləri də əsasən Naxçıvanda və Talış dağlarında yayılmışdır. Bu xəritədən sizə göstərim. Baxın, 4-cü dövr çöküntüləri bütün ərazilərimizdə demək olar ki, var. Neogen çöküntüləri gördüyünüz kimi harada varsa işarələnibdir. Paleogen isə dedik ki, Talış dağlarına və Naxçıvan dağlarında geniş yayılmışdır. Bundan əlavə sizə deyə bilərik ki, Azərbaycan ərazisində 4-cü dövr süxurları Qarabağ vulkanik yaylasında da böyük yayılmışdır. Çünki burada vaxtilə vulkan püskürmələri olmuşdur. Gəlin indi sizə vulkanik yaylada yerləşən vulkanları yadda saxlamağın yolunu deyim ki, testlərə düşəndə siz onu palçıq vulkanlarından ayıra biləsiniz. İndi isə gəlin danışaq. Deməli, biraz loro dildə deyəcəm yadınızda qalsın deyə. Elə bilin ki, nənəniz sizə qız axtarmağa gedibdir. Bu bəylərimiz təbii ki, qız axtarmağa gedibdir və öz belə şərifini, yaylığını atır başına, düşür, axtarır, baxa-baxa sizə qız axtarmağa. Demək, neynir? Axtarır, baxır. Yəni, axar, baxar. Demək, biri oldu, axar, baxar. Axtarıb, baxır, gəlir sizə, Fatimə deyim ki, farmaş sözü ilə uyğun gəlsin. Fatimə adında bir qız tapır. Buna da farmaş deyirik. Demək, axtarıb baxır, farmaşı sizə tapır. Yəni, farmaş təpə. Axar, baxar, farmaş təpə. Sonra bunu neyniyəcəkdir? Bu istəyir gəlin gətirsin də, gəlin eləsin bunu evinə və bunu gəlin gətirir. Olur gəlin qaya. Gəlinə nə lazımdır? Qırqızıl lazımdır da. Gəlinə qızıllar alır. Olur qızıl qaya. Gəlin elə bilir neyniyir? İşıqlığa çıxır. Olur böyük işıqlı. Öz dünyasını artıq qurur ki, mən böyük işıqlığa çıxmışam. Ancaq zaman keçir.
Baxır, yox, bunun baldızları var. Bir o qədər belə böyük şişmandır, adına ayı deyir. Öz ürəyində gəlir, olur ayı çınqıllı. Birinin də adı Pəridir, olur Pəri çınqıllı. Demək bunun baldızları da var. Ayı çınqıllı ilə Pəri çınqıllı. Bu qızı o qədər bezdirirlər ki, qız canından bezir. Və buradan qaçıb canını qurtarmaq istəyir. Adı oldu Can Qutaran. Və qız artıq əsəbindən dəliyə dönür sanki, olur dəli dağ. Gəlin indi bir də biz bunu arıcıl deyək. Demək, yadda saxlayaq, bir də deyirəm. Bu vulkanları yadda saxlamağın ən asan yolu Axar Baxar, Farmaş Təpə, Gəlin Qaya, Qızıl Qaya, Böyük İşıqlı, Ay Çınqıllı, Pəri Çınqıllı, Can Qutaran və Dəli Dağdır. Bunlar aydın oldu düşünürəm ki, növbəti ikinci hissədə digər vulkanlar deyəcəm.